Əziz və möhtərəm müsəlman qardaşlarım, ən birinci özümə və sonra sizə Allah subhanahu wa ta'alədən layiqincə qorxmağı tövsiyə edirəm. Və bilirsiniz ki, Allah subhanahu wa ta'alanın dini, İslam dini Allah yanında ən doğru dindir, ən üstün dindir və ən sonuncu dindir. Allah subhanahu wa ta'ala buyurur ki, İnnə dinə indəllahil İslam. Allah yanında ən doğru din İslam dinidir. Və başqa ayda buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهِ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa bir dinin ardıca gedərsə, o ondan qəbul olunmaz. Ona görə İslam dini Allah subhanahu ta'alanın seçdiyi və razı qaldığı bir dindir. Və insan bu dinə ən birinci nə ilə daxil olur? Ən birinci şəhadəteyn, şəhadət kəlməsi ilə. Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən abduhu rasuluh. O bu la ilahə illallah kəlməsi elə bir kəlmədir ki, qardaşlar, insan bununla dinə daxil olur, İslam dininə, müsəlman olur. O bu kəlmə ixlas kəlməsidir. Bu kəlmə elə bir kəlmədir ki, qırılmaz bir ipdir. İnsan bunu mücərrəd bir söz kimi başa düşməsin, tələffüz etmək. Bu kəlmə elə bir kəlmədir ki, insan qiyamət günü bununla nəzət tapacaq. İnsan bununla cəhənnəm odundan qutaracaq. Bu kəlmə ilə saadət diyarının qapısını açacaq, cənnətin. Bu kəlmə elə bir kəlmədir ki, Allah subhanahu ta'ala yerləri və göyləri bu kəlməyə görə yaradıb. Məhz la ilahə illallah kəlməsinə görə. Buna görə peyğəmbərlər göndərib, buna görə kitablar nazil edib. Necə ki, Allah subhanahu ta'ala buyurur ki, Əz-Zariyyət surəsi 56-cı ayədə وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən insanları və cinləri yalnız mənə ibadət eləmək üçün yaratdım. İbn Abbas radiyallahu anh bu ayət təfsirində buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيُوَحِدُونَ. Mən insan və cinləri yalnız məni təkləşdirmələri üçün yaratdım. Təkləşdirsinlər də yəni. Həmçinin qardaşlar, bu kəlmə ən doğru kələmdir, ən doğru kəlmədir. Bu kəlmə elə bir kəlmədir ki, 7 qat səma və onların arasında olanlar Allahdan başqa və 7 qat yer və onların arasında olanlar tərəziyin bir gözündə olsa, bu kəlmə bir gözündə olsa, tərəzi ağır gələr. La ilahə illallah kəlməsi olan yer. Yerlərdən və göylərdən ağır bir kəlmədir bu kəlmə. Bu kəlməni sən elə belə başa düşmə. Ona görə bu kəlməni insan çox deməlidir. Çoxlu. Və bu kəlmə insandan tələb etdiyi şeylər var. Bu kəlmənin şərtləri var, dayaqları var. Bu kəlməni başa düşmədən deyən insana fayda verməyəcək bu kəlmə. Peyğəmbər s.ə.v deyir ki, kimin axır kəlməsi la ilahə illallah olarsa cənnətə girər. Elə bir kəlmədir ki, sonda da belə fayda verir insana, axırda. Əgər başa düşərək, deyərsə insan. Necə ki, Peyğəmbər s.ə.v vaxtında bir Yahudi uşaq ölüm ayağında olur, xəstələnir. Peyğəmbər s.ə.v gəlir yana deyir ki, denən la ilahə illallah. Denən əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah. Uşaq baxır atasına, Yahudidir. Atası deyir ki, Əbəl Qasimə itaət elə. Yəni, qulaq as Peyğəmbər s.ə.və. Uşaq şəhadəti deyir və dünyasını dəyişir. Peyğəmbər s.ə.və deyir ki, mənim səbəbimlə bunu cəhənnəmdən qutaran Allah həmd olsun. Hansı ki, o şəhadəti demədən ölsəydə əvvəl cəhənnəm əhli idi. Yahudi idi. Ona görə bu kəlməyə siz elə belə baxmayın. Həmçinin Musa aleyhisselam, necə Peyğəmbər buyurur, Musa aleyhisselam dedi ki, bir gün ey Rəbbim, mənə bir kəlmə öyrət ki, onunla səni zikr edeyim və onunla səni ibadət edeyim. Allah subhanahu dedi ki, ey Musa, denən la ilahə illallah.
Musa dedi ki, ya Rabbi, bu kəlməni hər kəs deyir. Sənin qullarından hamısı deyir bu kəlməni. Mənə xüsusi bir şey öyrət. Allah Subhanahu dedi ki, ey Musa, əgər 7 qat göy, məndən başqa onun arasında olanlar hamısı və 7 qat yer və onların arasında olanların hamısı tərəzin bir gözündə olsa, la ilahe illallah kəlməsi bir gözündə olsa, la ilahe illallah olan yer ağır gələr. Belə bir kəlmədir bu kəlmə. Həmçinin Peyğəmbər sallallahu deyir ki, kim la ilahe illallah deyərək ölərsə cəhənnəm ona haram edilər. Heç vaxt cəhənnəmə girməz. Ona görə insan, müsəlman gələ bu kəlməni öyrənsin. Bu kəlmənin ondan tələb etdiyi şeyləri öyrənsin. Bilsin ki, bu kəlmə mücərrəd tələffüzdən ibarət deyildir. Yəni, sözdə deməkdən ibarət deyil bu kəlmə. Gələ müsəlman öyrənməlidir bu kəlməni nə pozur? Hansı əməl bu kəlməni pozur, silir? Hansı əməl bu kəlməni ləğv edir? Və bu kəlmə səndən nələri tələb edir? Bu kəlmənin dayaqları nədir? Onun şərtləri nədir? Və la ilahe illallah kəlməsi özü hətta lüğəvi möcüzəsi var. Lüğəvi bir möcüzəsi var kəlmənin. Allah kəlməsi 3 hərfdən ibarətdir. Əlif, ləm, hə. Və la ilahe illallah kəlməsində də 3 hərfdən artıq hərf yoxdur. Elə bir kəlmədir ki, bu kəlmə deyəndə dodaq belə dəbərmir. Dillə hərəkət olur. Ona görə, qardaşlar, insan gəl bu kəlməyi öyrənsin. Bu kəlmənin 2 dayağı var. İnkar və isbat dayaqları. La ilahə, Allahdan qeyri bütün batil ilahları inkar etməlisən. La ilahə, yoxdur ibadətə haqqı olan ilah. İllallah, Allahdan başqa, isbat eləməlisən. Mütləq inkar və isbat dayaqları orada olmalıdır. Ona görə insan bu kəlməni deməklə bilməlidir ki, Allahdan qeyri bütün batil ilahları, Allahdan qeyri nə qədər ibadət olunanlar varsa, hamısı inkar olunmalıdır. Və ispat olunmalıdır ki, ibadətə layiq Allahdır. Və bu kəlməni elə bir peyğəmbər yoxdur ki, öz qövmünü bu kəlməyə çağırmasın. Allah Subhanahu taala göndərdiyi elə bir rasul yoxdur ki, öz qövmünü bu kəlməyə çağırmasın. Allahı təkləşdirməyə çağırmasın. Necə ki, Allah Subhanahu taala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ Səndən öncə göndərdiyimiz elə bir rasul yoxdur ki, ona vəhiy etməyək ki, ənnəhu la ilahə illə ənə fə'budun. Məndən başqa bir ilah yoxdur və mənə ibadət eləyin. Peyğəmbər s.ə.v-dən əvvəl nə qədər peyğəmbərlər gəlibsə, hamısını Allah təala bunu vəhiy eləyib. Həmçinin bu kəlmə, qardaşlar, dedik ki, bu kəlmənin şərtləri var. Və la ilahe illallah kəlməsi İslamda, dində bunun əhəmiyyəti insanın cəsədində olan başın əhəmiyyəti kimidir. İnsanın cəsədində başın rolu necədirsə, İslam dinində də la ilahe illallahın rolu elədir. Baş olmasa nə olur insan? Meyyid. Heç nə, insan cəsəd olur, ölür. Baş olmasa insan yaşaya bilməz. Məhz İslam dinində də la ilahe illallah düzgün olmasa, insanın İslamı düzgün olmaz. İnsan əməlləri puç olar. İnsan ömrü bu əməl eləyər, gedər görər ki, heç nə yoxdur. Ona görə müsəlman bu kəlməni pozan şeyləri bilməlidir. Və la ilahe illallah necə əzəmətli bir kəlmədir. Sən onu deməklə Allahı əzəmətləşdirirsən, təkləşdirirsən. Və dedik ki, bu kəlmənin 2 dayağı var. İnkar və isbat. Və sonra bu kəlmənin 7 dənə şərti var. İnsan o şərtləri bilərəkdən bu kəlməni deməlidir. Ən birinci elmdir, elm. İnsan bu kəlmə elmlə deməlidir. Bilməlidir ki, la ilahe illallah deyəndə nə demək istəyir? Qəsdində nədir?
Yəni, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. İnsan bunu elmlə deməlidir. Avamcəsinə deməməlidir. Bəzi insanlar görsən, la ilahe illallah necə tərcümə eləyir? Allahdan başqa Allah yoxdur. Bu batil bir tərcümədir. Batil bir təfsirdir. Çünki o kəlmədə heç iki dənə Allah kəlməsi işlənmədi axı. Bəzilər deyir, Allahdan başqa hakim yoxdur. Bu da batil tərcümədir. Ona görə la ilahe illallah Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Və birinci elmdir. Bu kəlməsi elmlə deməlisən. Necə ki, Allah təala buyurur, fə'aləm ənəhu la ilahə illallah. Muhammed Suresi 19-cu ayə. Fə'aləm ənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. İkinci yəqinli idi. Sən bu kəlmə deyəndə yəqinli ilə deməlisən la ilahə illallah. Şək içərisində deyil. Şək şübhə edərək deməməlisən. Həmçinin üçüncü şərti qəbuldur. Sən bu kəlmənin səndən tələb etdiklərini qəbul etməlisən. Bu kəlməni qəbul etməlisən. Necə ki, Allah Subhanahu buyurur Saffat surəsi 34-35-ci ayələrdə İnnəhum kənu idə qilə ləhum la ilahə illallah yəstəkbirun. Onlara deyildikdə ki, la ilahə illallah təkəbbürlü eləyərdilər, qəbul etməzdilər bu kəlməni. Sən bu kəlməni həm dilinlə, həm də qəlbinlə qəbul etməlisən. Və dördüncü şərti boyun əymək. Sən bu kəlməyə, bu kəlmənin səndən tələb etdiklərinə boyun əyməlisən. La ilahe illallah sənə nə deyir? La ilahe illallah nə tələb edir səndən? Tələb edir ki, Allaha şərik qoşma. Boyun əyməlisən. Allaha ibadət elə. Həmçinin 5-ci şərti sıdıq, sadiqlik. Sadiq olması bu kəlmə deyəndə, yalandan yox. Necə ki, Allah Subhanahu buyurur ki, Bəqərə surəsi 8-9-cu ayələrdə وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ İnsanlardan elələri var ki, deyərlər ki, biz Allaha iman gətirdik. Lakin onlar iman gətirməyiblər. Deyərlər ki, biz Allaha və axirət günə iman gətirdik. Lakin onlar iman gətirməyiblər. Yəni, yalandan deyirlər bu kəlməni. Sadiqcəsinə deyil. O, bu kəlmənin 6-cı şərti la ilahe illallahın ixlasdır. İnsan bu kəlməni ixlasla deməlidir, riya ilə deyil. İxlasla. Və bu kəlmənin 7-ci şərti də, la ilahe illallahın 7-ci şərti də nədir? Muhabbət, sevmək. Bu kəlməni sevməlisən. Necə ki, Allah Subhanahu buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِ İnsanlar içərisində elələri var ki, Allahdan qeyrilərini Allah kimi sevərlər. وَالَّذِينَ أَمَنَ شَدَّ حُبًّا لِلّٰهِ Lakin iman gətirənlərin Allah olan sevgisi daha şiddətlidir. Ona görə bu kəlməni sevməlisən. Bu kəlmənin insanın həyatında böyük rolu var, qardaşlar. Ona görə insan bilməlidir ki, bu kəlmə elə bir kəlmədir ki, sən buna nəzət tapacaqsan. Mütləq bunun səndən tələb etdiyi şeyləri yerinə getirməlisən. Bunun şərtlərini, rükunlarını, dayaqlarını öyrənməlisən, bilməlisən. Bunu pozan şeyləri bilməlisən. Və heç vaxtı bu kəlmə o kəsə fayda verməyəcək ki, o kəs ki, bu la ilahe illallah kəlməsini mənasını başa düşmədən, mənasını bilmədən və mücərrəd bir söz kimi tələffüz edir. Və belə insanlara bu kəlmə fayda verməyəcək. أقول قول هذا أستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب أستغفروه إنه هو الغفور الرحيم. الحمد لله على إحسانه والشكر له على توفيقه وامتنانه وأشهد أن لا إله إلا الله وحده لا شريك له تعظيما لشأنه وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. Həmçinin qardaşlar, bilmək lazımdır ki, insan la ilahe illallah kəlməsini deyirsə, insana kifayət etmir təkcə bu kəlmə. Mütləqdir ki, və əşhədu ənə Muhammedən abduhu və rasuluhu da deyəsən. İnsanın İslama daxil olması üçün
mütləqdir ki, əşhədu ən la ilahe illallahdan sonra və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Deyəsən ki, Muhammed s.ə.v Allahın qulu və elçisidir. Çünki Peyğəmbər s.ə.və iman olmadan insanın İslamı tamamlanmır. Və Peyğəmbər s.ə.və iman necə olmalıdır? Peyğəmbər s.ə.və gətirdiyi bütün xəbərləri təsdiqləmək. Peyğəmbər s.ə.və tabi olmaq, onun əmr etdiklərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək, onun gətirdiyi şəriətə yenilik gətirməmək, onun sünnəsinə möhkəm yapışmaq. Və Peyğəmbər s.ə.və imanla belə olur. Onu sevmək, onu hətta insan öz nəfsindən belə çox sevməlidir ki, ona olan sevgisini hər şeydən önə qoymalıdır ki, hətta insanın o Muhammedə Rasulullah şəhadəti tamamlansın, kamil sayısın, insandan qəbul edilsin. Lakin insan görsən ki, deyir ki, əşhədu ənə Muhammedə Rasulullah deyir və gedir bidət edir. Allahın şəriyyətinə yenilik gətirir. Peyğəmbər s.ə.v etmədiyi bir əməlləri eləyir. O bilmir ki, həmin bu əməli ilə o Muhammed Rasul kəlməsini pozur. İbadallah, innəllaha ya'muru bil-adli vəl-ihsani və ita'i zil qurba və yenhə anil fəhşai vəl-munkari vəl-bəği ya'idukum ləalləkum təzəkkərun və li zikrullah akbar vallahu ya'lamu ma tasna'un. İxlasla.com saytı tərəfindən təqdim olundu.